Hamıya salam. Bugünkü izahlı təhlilimizdə çoxumuzun, xüsusən də proqramlaşdırma dünyasında olanların çox çətin yollarla, bəzən isə saatlarla davam edən əsəb pozucu axtarışlardan sonra öyrəndiyi fundamental bir həqiqətdən danışacağıq. Biz verilənlər bazalarının o pərdə arxası sirlərinə enəcəyik. Bizə həmişə nə öyrədiblər? SQL, yəni Structured Query Language, məlumat bazaları ilə danışmaq üçün tək, vahid, nəhəng bir dildir. Elə deyilmi? Yəni, bir dəfə öyrən, istənilən yerdə eyni kodu yaz, məntiqi. Amma bu həqiqətən belədirmi? Gəlin bugün birlikdə bu mifi tamamilə darmadağın edək. İnsanların bu dilin universal olduğunu düşünməsinin çox aydın bir səbəbi var. Baxın, 1986-cı ildə ANSI tərəfindən ilkin standartlaşdırılmasından və 1987-də ISO tərəfindən qəbul edilməsindən tutmuş, düz 2011-ci ildəki cari standartlara qədər SQL rəsmi beynəlxalq standart kimi mövcuddur. Çöldən baxanda hər şey vahid, mükəmməl bir sistem kimi görünür və bu da bizdə çox güclü bir illüziya yaradır. Bəs reallıq necədir? İndi isə gəlin keçək əsas məsələyə. SQL dialektlərinin reallığı və vendor tətbiqlərinin o xaotik həqiqəti. Baxın, mənbəmizdəki bu sitat tam olaraq ürəyimizdən xəbər verir. Şirkətlər, yəni vendorlar, bazarda fərqlənmək, öz müştərilərinə yeni, sürətli və unikal xüsusiyyətlər təklif etmək üçün qəsdən bu qlobal standartlardan kənara çıxırlar. Nəticə, eyni kod parçası bir yerdə mükəmməl işləyir, digərində isə birbaşa xəta verir. Çünki hər bir sistem öz şəxsi dialektini formalaşdırır. Gəlin görək, bu dialektlər tam olaraq harada fərqlənir? Sintaksis, sətirlər və struktur necə dəyişir? Gündəlik kod yazarkən bizi ən çox yarı yolda qoyan, o universal adlanan kodumuzu sındıran əsas fərqlər məhz bunlardır. Tarix və vaxtların necə yazılması, string concatenation, yəni o sadə mətinləri bir-birinə bağlamağımız, null dəyərlərlə necə davranıldığı, hətta hərflərin böyük-kiçikliyi. Bunlar kiçik detallar kimi səslənə bilər, amma inanın mənə, kodunuzun işləyib işləməməsinə birbaşa cavabdehdirlər. Sadəcə bu qrafika baxın. Bu, dediklərimizin inkar edilməz vizual sübutudur. Qarşımızda 6 böyük, məşhur verilənlər bazası sistemi var. DB2-dən tutmuş PostgreSQL-ə qədər. Və diqqət edin, hamısı adi, sadə bir tarixi və vaxtı yadda saxlamaq üçün bir-biri ilə tamamilə uyğunsuz, fərqli data tiplərindən istifadə edir. Təsəvvür edirsinizmi? Biz hələ sadəcə bir dənə data tipindən danışırıq. Və iş bununla da bitmir. Növbəti mövzumuz bəlkə də ən təhlükəlisidir. Gizli performans tələsi. Çünki problem sadəcə qırmızı xəta mesajları deyil. Deyək ki, şanslısınız. Oturmusunuz və fərqli bazalarda heç bir xəta vermədən işləyən, tamamilə standartlara uyğun bir SQL query yazmısınız. Ürəyiniz rahatdır, elədir? Amma əslində pərdə arxasında gedən proseslər, yəni o daxili execution planlar hər bazada tamamilə fərqli olacaq. Sizin yazdığınız o möhtəşəm standart kod bir bazada ildırım kimi işlədiyi halda, digər bazanın arxitekturasında bütün sistemi yavaşladan ağır bir yükə çevrilə bilər. Bəs yaxşı, biz nə etməliyik? Bu qədər fərqli dialektin içində öz spesifik verilənlər bazamızı necə idarə edək? Uğur qazanmaq üçün hər zaman bu qızıl qaydanı rəhbər tutmalısınız. Know which SQL dialect your product uses and write accordingly. Bəli, məhsulunuzun hansı SQL dialektində danışdığını dəqiq bilin və kodunuzu tamamilə o ləhcəyə uyğun yazın. Nəzəri ISO standartlarına çox da güvənməyin. Birbaşa istifadə etdiyiniz vendorun rəsmi sənədlərini oxuyun. Əgər sistemlər arası incə fərqləri axtarırsınızsa, mütləq Trollsarvinin hazırladığı kimi müqayisə resurslarından istifadə edin.